1828-ci ildən başlayaraq Çar hökuməti Şimali Azərbaycanda məktəb siyasətinə xüsusi diqqət ayırdı. Lakin bu siyasətin məqsədi təhsil yox, imperiyaya sadiq təbəələr yetişdirmək idi. Çarizm ilk addımda Azərbaycanlıları rus təhsili ilə ruslaşdırmaq istəyirdi. 1828-ci ildə Tiflisdə əmanətlər məktəbi yaradıldı. Bu məktəblərdə Azərbaycanlı əsilzadələrin girov götürülmüş uşaqları təhsilə cəlb olunurdu. Cənubi Qafqaz məktəbləri haqqında 1829-cu ildə verilən əsasnamə ilə ibtidai dövlət məktəblərinin yaradılmasına başlandı. Əsasnaməyə uyğun olaraq 1830-cu ildə Şuşada ilk qəza məktəbi açıldı. Daha sonra İrəvan və digər şəhərlərdə də bu məktəblər fəaliyyətə başladı. Məqsəd gələcəkdə imperiyanın idarəçiliyində rus təhsilli kadrlar yetişdirmək idi. Bu məktəblərdə təhsil rus dilində olsa da Azərbaycan dilində əsas fən kimi tədris edilirdi. Azərbaycan dilində dərsliklər də hazırlanmışdı. Rus hökuməti eyni zamanda din xadimlərini də öz təsiri altına almaq üçün 1849-cu ildə Gəncə, Şuşa, Şamaxı və Bakıda müsəlman məktəbləri açmağa başladı. Məqsəd hökumətə sadiq ruhanilər yetişdirmək idi. 1872-ci il əsasnaməsi ilə Şimali Azərbaycanın bütün qəza məktəbləri 6 illik təhsil verən pullu şəhər məktəblərinə çevrildi. 1874-cü ildə ibtidai məktəblər haqqında verilən əsasnamənin nəticəsində kənd əhalisi üçün də ibtidai məktəblər yaradıldı. Bu məktəblərdə təhsil yalnız rus dilində idi. Xalq məktəbləri kimi tanınan bu təhsil müəssisələri kənd cəmiyyətlərinin vəsaiti hesabına fəaliyyət göstərirdi. 1865-ci ildə ilk rus dilli gimnaziya Bakıda açıldı. 1874-cü ildə isə Bakıda qadınlar üçün ilk gimnaziya fəaliyyətə başladı. Beləliklə qızlar da orta təhsilə cəlb olundular. Təhsil pullu idi və universitetlərə qəbul olunmaq hüququ ancaq gimnaziya məzunlarına verilirdi. 1901-ci ildə Hacı Zeynalabdin Tağıyev tərəfindən pansion tipli qız məktəbi açıldı. Bu məktəb 1898-ci ildə görkəmli memar İosif Qoslavskinin layihəsi üzrə inşa edilməyə başlamışdır. Məktəbin açılmasında Həsən bəy Zərdabinin də xidməti olmuşdur. Tağıyevin qız məktəbi milli təhsil tarixində mühüm mərhələ olmaqla yanaşı, Azərbaycanda bu tipli məktəblərin açılmasının başlanğıcı oldu. İlk müdir Hənifə xanım Məlikova idi. 1869-cu ildə Seyid Əzim Şirvani Şamaxıda Üsul-i Cədid məktəbini açdı. Bundan sonra Mir Mövsüm Nəvvab Şuşada, Məmməd Tağı Sidqi Naxçıvanda və Mirzə Həsən Rüşdiyyə Təbrizdə Üsul-i Cədid məktəbləri yaratdılar. Bu məktəblərin əvvəlkindən əsas fərqi Quranın oxunmasında heca üsulundan səs üsuluna keçilməsi, bədən cəzalarının ləğv olunması idi. Üsul-i Cədid məktəblərində tədris yeni üsulla aparılırdı. Bu məktəblərdə ilk dəfə olaraq elmi biliklər ana dilində tədris olunurdu. Əzbərləmə deyil, şüurlu mənimsəmə üsulu tətbiq edilirdi. Müasir tədris avadanlıqlarından istifadə edilir, şagirdlərə daha yaxşı rəftar olunur, onlara cəza verilmirdi. 1876-cı ildə Gürcüstanda Qori müəllimlər seminariyası açıldı. Axundzadənin və Çerniyevskin səyləri nəticəsində 1879-cu ildə isə onun Azərbaycan şöbəsi fəaliyyətə başladı. 1881-ci ildə İrəvan müəllimlər seminariyasının açılması da Azərbaycanda təhsilin sonrakı inkişafında mühüm rol oynamışdı. 1914-cü ildə Gəncədə, 1916-cı ildə isə Bakıda müəllimlər seminariyası yaradıldı. 1912-ci il əsasnaməsi ilə şəhər məktəbləri əsasında yeni 4 illik məktəblər yaradıldı. Bu məktəblər 3-4 sinifli ibtidai məktəblərin sonrakı pilləsini təşkil edirdi. Bu məktəblərdə tədris ayrı-ayrı fənlər üzrə aparılırdı. Fizika, təbiətşünaslıq, coğrafiya, riyaziyyat, tarix kimi fənlər öyrədilirdi. Məktəblər ümumi təhsil orta məktəblərinin müvafiq siniflərinə qəbul oluna bilərdilər. Təhsil kursunu bitirənlər isə xarici dildən imtahan verib peşə texniki məktəblərinə və ya müəllimlər seminariyasına daxil olmaq hüququna malik idilər. Bu dövrün təhsil siyasəti Azərbaycanın gələcək maarifçilərinin yetişməsində mühüm rol oynadı.